Hər birinizə salam, mən Əmir Elsəvər. Bugün sizlərlə Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilmiş olan ikinci qəbula baxırıq. Başlayaq birinci sualdan. Deyir, sistem lövhəsi üzərində yerləşən komponentlər hansılardır? Yəni başqa, genişləndirmə yuvaları sistem lövhəsi üzərindədir. Sərt disk, xeyr, joystick qətiyyən əlaqəsi yoxdur. Prosesor, bəli. Operativ yaddaş, yəni RAM-ımız, əməli yaddaşımız sistem lövhəsi üzərindədir, yəni ana lövhə üzərində. DVD də bilir ki, sistem lövhəsi üzərində deyil. Deməli, nə oldu? 1, 4, 5 cavabımız oldu birinci sual üçün D variantı. Keçdi ikinci sualımıza. Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq, X5-dir, Y8-dir, Z9, X-a mənimsədir Y, X olur neçə? 8. Düzdür, Y-a mənimsədir X-i, X-in də yeni qiyməti 8-dir, Y də oldu 8. Hər ikisi 8. X bərabərdirmi Y? Hə. Girdi if-in içinə, X çıxışa verdi. Sonra X böyükdürmü Y-dən? Xeyr, bərabərdirlər. Gəldi nə vardı? LC-yə düşdü, if şərti ödəmədi deyə. LC-yə getdi, bir dənə də Z çıxışa verdi. X, Z çıxışa verdi. İkinci sualda da cavabımız oldu bizim üçün A variantı. Baxaq üçüncü suala. Deyib, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. En birdən başlayıb, en kiçikdir 5 olduğu müddətcə 2 dəfə artır. İlk dəfə 1-i çıxışa verəcək, olacaq 2. Kiçikdir, 2-ni çıxışa verəcək, olacaq 4. Kiçikdir, 4-ü çıxışa verəcək, olacaq neçə? 4-ü 2 vurdu, 8. Kiçikdir, xeyr, dayandı. Bir dənə çıxdı dövrdən 8 də çıxışa verdi, fikir verin. Dayanandan sonra, dövr bitəndən sonra dövr xaricədə 1-in çıxışa verir. Yəni 1, 2, 4, 8. 1, 2, 4, 8. Deməli, üçüncü sual üçün oldu cavabımız C variantı. Baxaq, dördüncü sualımız. Deyir, uyğunluğu müəyyən edin. HTML kod fragmentləri. İkinci səviyyəli header tagi, yəni H2 tagi. Baxaq görək, ikinci səviyyəli başlıq tagi. Getdi birinciyə C variantı. Bir istinaddır. Hara istinad edir? Qlobal şəbəkədə, yəni internet üzərindədir. Fikir və HTTP, www. Harada kurs nəbilim.com altında, P altında online HTML səhifəsində. Istinad sözün istinad göstəricisi kimi istifadə edib. Gəlin baxın, istinad yaradır. İstinad yaradır 2-yə uyğundur. Səhifəyə şəkil əlavə edir. Bu image tag'idir. Image tag'i də bizim üçün üçüncüdür. Oldu, bu da B. Siyahı yaradır. Siyahı bunlardan heç biri deyil. Ya UL-dir, ya OL-dir, ya da DL-dir. Deməli, 1-ə getdi C, 2-yə getdi A, 3-ə getdi B. Deməli, dördüncü sual üçün cavabımız oldu A variantı. Davam edək. Çox getdi. Deməli, belə. Keçdik 5-ci sualı. Deyir, document.docx faylının tam adını müəyyən edin. Tam adı. C user document şəklindədir. Faylın yerləşdiyi qovluqdakı draft adlı alt qovluğu daşındıqdan sonra faylın tam adı necə olur? Fikir verin, deyir, yerləşdiyi biraz yaxşı görsən, bu yerləşdiyi qovluq reports'dur. Reports'un içindəki yerləşdiyi qovluqdakı draft adlı alt qovluğu. Yəni bunun içində burada bir dənə də olacaq nə? Slash draft deyəsən, belə bir şey. Slash sonra document nəsə document.docx. Bizdən nəyi soruşur? Faylın yerləşdiyi qovluqdakı draft qovluğuna keçirildik, daşındıqdan sonra faylın tam adı. Faylın tam adı nə görürüksə option. Məntiqi diskdən özünə kimi özə daxil olmalı. Deməli, C users altında, user altında, documents altında nə olmalıydı? Reports altında drafts olmalıydı. Bu çıxdım. Drafts documents yox, reports yenə burada da yoxdur. Deməli, bu biraz çox bulanıq görsən deyil, belə dal edək. Deməli, users, documents, reports, draft, document.docx. Deməli, burada heç problem görmədik. Burada draft altında reports belə bir şey deyil bizdə. Reports altında drafts olmalıydı. Burada da reports altında drafts yoxdur. Bu da çıxdı. Qaldı C variantı. 5-ci sual üçün oldu cavabımız C variantı. Baxaq indi 6-cı sualımıza. Bir onluq say sistemində verilmiş 20 vurulsun 16 üstü 15-dir deyirəm. 15 ədədinin ikili say sistemindəki təsvirini ikili say sistemindəki təsvirindən sıfırların sayını müəyyən edir. Baxın, ikili say sistemində təsvir eləmək istəyirəmsə 20 vurulsun 16 üstü
15-i. Mən bunu 2-nin qüvvətləri şəklində göstərib eləyərəm. Yəni 2-nin qüvvətləri şəklində. Bunu 2-nin qüvvətinə rahatlıqla gətirə bilirik də, düzdür? 20-ni yazaram 4 vur 5 kimi, yəni 2 üstü 2 vurulsun 5 kimi. 16-yı da yazaram 2 üstü 4 üstü 15 kimi. Orada da üstlər vurulacaq, olacaq neçə? 60, 2 üstü 60. Olacaq ümumilikdə 5 vurulsun, 2 üstü 60 vur 2 üstü 2, 2 üstü 62 olacaq. Deməli, bizdə sıfırların sayını soruşur. Baxın, direkt keçənmirəm ikilik say sistemi. Səbəb nədən ibarətdir? Çünki ikilik say sistemində 5 yoxdur. Mən bu 5-i ikilik say sisteminə çevireyim. Normalda onluq say sistemində də düzdür. İkilik say sisteminə çevirəndə 2 üstü 2 qüvvətindən bir dənə var 4. Çıxartdım, qaldı bir dənə də 2 üstü 0 qüvvətindən. Bu nə deməkdir? Bir dənə var 1, 0, 1. Oldu bizim için 5. Əla. Yazıram 5-in yerinə 1, 0, 1 ikilik say sistemində. Bu da 2 üstü 62. Bunu ikilik say sisteminə keçmək istəsəm, tutaq ki, burada 5 yox, 1 olsaydı, deyəcəkdim 1 dalında 62-dən 0. İndi burada 1, 0, 1-dir, 1, 0, 1 dalında 62 dənə sıfırımız ikilik say sistemində. İndi baxın, 62 dənə sıfırım burada var, bir dənəsi də burada var, oldu 63 dənə sıfır. Yəni 6-cı sualda cavabımız oldu C variantı. Baxaq indi 7-ci sualı deyir. Mətn redaktorunda yazılmış imtahan sözündə kursor mövqeyi birinci A hərfindən dərhal sonradır. Əla. Birinci A-dan sonra buradadır. Deyir, hər dəfə həmin mövqedən başlamaqda aşağıdakı hallar üçün uyğunluğu müəyyən edir. Deməli, gəlin baxaq. İmtahan, yəni yazın. İmtahan. Birinci üçün, deməli, bu A-dan dərhal sonradırsa, 2 dəfə delete, 2 dəfə backspace, 2 dən özündən sağdakı, 2 dən özündən soldakı 7. Nə qaldı bunun nəticəsi olaraq? İ-M qaldı, axırda da N qaldı, İ-M-N. Birinciyə uyğun oldu B variantı. İndi ikinci üçün yenə təzədən deyir, hər dəfə bu haldan başlamaqda, hər dəfə həmin mövqedən, yenə imtahanla başlayıram. İmtahan. Başladım. Bir dəfə sola getdi, bir dəfə sola getdi, keçdi bura, düzdür. Bir dəfə backspace tır getdi. Bir dəfə təzədən sola keçdi, indi M ilə A-nın arasında idi, keçdi bura. Bir dəfə backspace i getdi. Nə qaldı? M, A, I, A, N. Mahan. İkinci sual, ikinciyə uyğun oldu A variantı. 4 dəfə, indi buradan da başlayanda 4 dəfə backspace eləyəndə A, T, M gedəcək, imhan qalacaq, imhan. İmhan, baxa görə bu i-dir, yoxsa yox. Deməli, neçə dəfə? 4 dəfə backspace, daha doğrusu deməli 1, 2, 3, 4 bu da gedir, qalır sadəcə han, y gedir. Deməli, birinciyə getdi B, ikinciyə A, üçüncüyə B, A, Y. B, A, Y. 7-ci sualda B, A, Y. Prosto indi budur Y. Yəqin ki, bu S olar, bu Y olar. Böyle etdim. Ha, bu dons deyil. Nəsə. Geçdik 8-ci sualımıza. Bir elektron cədvəl fraqmenti verilmişdir. C5 xanasındakı düstur A4, F4 diapazonundakı bütün xanalara köçürülərsə, hesablamalardan sonra bu diapazonda ən kiçik ədəd alınan xananı müəyyən edin. Əla. Hansı düsturu? C5-dəki düsturu A4, F5. A4, F5. Bu xanaların hamısına köçürür. Bu düstur neyinir? Bir dənə fikir verin. Həmişə F sütununa müraciət edəcək, həmişə də 2 sətirlə. Keçirək, tutaq ki, bura. Bura keçirəndə 2 sətir, 2 sütun dala gəlirəm, 1 sətir. O sütun dəyişməyəcək, bu bərabərdir. Dollar F yerində qaldı. Dollar F yerində qaldı. 3 deməli bir ayda azalacaq olacaq 2 plus C deməli 2 sütun azalanda olacaq A 2 dollar olduğuna görə qalacaq yerində. Əla. İndi fikir verək nəyə? Bunu buradakı bütün xanalara köçürəndə sətir olaraq dəyişmirəm deyə, sətir olaraq dəyişmirəm deyə F2 sabit qalacaq. F2 hissəsi sabit qalacaq. Həmişə F2 olacaq bu. Da dollar yazmadım başına. Amma bu A olacaq, bura keçirəndə B2, F2 qaldı yenə yerində, bu olacaq C2, F2 qaldı yerində, bu olacaq D2. Demək, yenə F2 qaldı yerində, bu olacaq Y2, F2 yerində qaldı, oldu F2. Yəni 2-dən F2. Əla.
İndi fikir verin. Qaldı bu sətrə köçürmə. Bizdən hansı ən kiçik ədəd alınır? Alacağım. Baxın, biz qaldı bu sətrə köçürməyimiz. F3 plus C2-ni bura köçürsək nə olacaq? Yenə dollar F olduğuna görə bu dəyişmir. Sətr olaraq da eyni sətirdə qaldım deyə 3 yenə dəyişməyəcək. 3 yenə dəyişməyəcək. Qaldı yerində. Sütun olaraq 2 sütun arxaya getdim. Olacaq A2. Olacaq A dollar 2. Yenə eyni qayda ilə bayaqki kimi F3, 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 F3. Hamısında F3 olacaq. Hamısında F3 olacaq. Plus. Fikir verin. C dollar 2'dir. C dəyişir. Burada olur B2, burada olur C2, burada olur D2, burada olur Y2, burada da olur F2. Düzdür? İkisi dəyişmədi. Əla. Bizdən indi nəyi soruşurdu? Bizdən deyir ki, ən kiçik qiymətə malik xananı müəyyən edək. Deməli, bizdə ən kiçik burada ümumiyyətlə qiymət nə var? Deməli, hamısında 2-yə müraciət edirsə, məsələn, bu sətr üçün baxanda ən kiçik burada məndə F2 xanasıdır. Deməli, bura olacaq bu sətr üçün 20 olacaq nəticəsi. Şirin qalan hamısı istənilən halda 20-dən böyükdür. Bura baxın, bunlar isə F3 ilə 2-lərə müraciət edir. F3-lər də yetər qədər böyükdür. Heç ən kiçik direkt görsəniz ki, burada mənim üçün nə olacaq? F4 xanası, yəni D variantımız 8-ci sualda. Keçdim növbəti suala. Python dilində verilmiş proqram 10 dəfə icra edilərkən B dəyişəni üçün aşağıdakı ədədlər növbə ilə daxil edilərsə, neçə dəfə ekrana yes sözü çap olunur? Yes sözü. Fikir verin, yes sözü görək nə vaxt çap olunur? Proqram nə iş görür? Proqram uzunluğundan len n-1 sonuncu kimi indeksi almamaqla davam edir. Yəni sıfırdan uzunluğu -1-ə kimi gedir. Onsuz da range sağ tərəf almır deyə uzunluğu -2-də dayanmış olacaq. Bu nə deməkdir? Deyir int b-i, b-nin i-ci indeksində dayanan elementi özündən sonraki elementdən kiçikdirsə. Yəni növbə ilə elementləri artırsa deməkdir. M-i bir vahid artırır. Məsələn 145 daxil olunanda, 1 özündən sonrakindən kiçikdir, hə, M-i bir vahid artırdı. 4 özündən sonrakindən kiçikdir, hə, M-i bir vahid artırdı. Nəticədə M2 oldu. Yəni uzunluğu neçə idi? 3 idi. 3 minus 1 2-yə bərabər oldu. Hə, 145-in 7 çıxartdı. Deməli, hansılar üçün 7 çıxardacaq? Onda belə bir sürətli bir yol eləyə bilər. Rəqəmləri əgər artan sıra ilə düzülübsə. Məsələn, bu üçün 7 çıxarmayacaq. Çünki artan sıra deyil. Bu üçün 7 çıxarar. Bu üçün yenə çıxarmayacaq. Çıxaracaq. Deməli, neçəsi üçün çıxartdı? 1, 2, 3, 4. 4 dənəsi üçün 7 çıxacaq. 9-cu sualda olacaq cavabımız B variantı. Keçək indi 10-cu sualımıza. Elektron cədvəl fraqmenti verilmişdir. B2, Y2 diapazonu əsasında qorunmuş diaqram şəkildə kimi olması üçün Y2 xanasına yaza biləcək düsturlar müəyyən edin. Aha. B2, Y2. Bura bir dənə gəlin X deyə. Birinci X-in müəyyən edək. Gəlin bulanın qiymətini hesablayaq. A1 plus B1, yəni A1 plus B1, 5 plus 3, 8 vur 2, 16. Bura oldu 16. A2 minus C1, A2 neçədir? 16 minus 4 oldu 12. B2 böl C1, B2 böl C1, 12 bölünsün 4 oldu 3. B1 plus C2, yəni 3 plus 3, 6 bölünsün 2, 3. Aha. X da X-dir, bilmirəm. İndi baxın. Bu diapazonu seçib bizi üçün cədvəl qurub, düzdür? Bu diapazonu seçib qurubsa, deməli, tən ortadan başlamaqla saat əqrəbi istiqamətində bura olacaq B2 xanası, yəni 12. Bura olacaq C2 xanası 3, bura olacaq D2 3, burada olacaq nə? Y2, yəni X. İndi fikir verin. 50% 12-dirsə, 20%, 25% neçə olacaq? Yəni bunun yarısı olacaq, yəni 6 olacaq. X-i müəyyən elədim 6. Görək indi hansı düsturların qiyməti bizə 6-nı verəcək? Fikir verək. B2 bölünsün C2. B2 12 idi, C2 3-dür. Böləndə neçə eləyir? 4 eləyir. Bu vermədi bizə. B2 böl C2 vermədi. B1 plus D2. B1 3 plus D2 3. 6. 6-nı verdi. Əla. Bu olar. B2 böl B1. B2 bölünsün demə 12 bölü 3 4 verəcək. Olmadı.
A1 plus B1 5 plus 8 verəcək, olmadı. A1 plus D1 5 plus 1 6 verdi, oldu. Deməli oldu 2 ilə 5. Deməli neçənci sual idi bu? 10-cu sualda cavabımız oldu biz üçün C variantı. Gəlin keçək növbəti sualımıza. Çox yaxınlaşdırdıq elə bir. Baxaq, deyir 11-ci suala nə deyir? 64206 ədədində 16-lıq say sistemindəki təsviri ilə eyni yazılışa malik olan söz Sezar üsulu ilə şifrələndikdə IDFH alındı. Sezar şifri üçün K ədədini müəyyən edin. Gəlin baxaq. Birinci bunu bir yer açaq burada. Birinci bu 64206-nı 64206-nı çevirək onluq say sistemindən 16-lıq say sisteminə. Fikir verin, bura baxan kimi nəyi görür? İndi 16-lıq say sistemini necə çevirəcək? 16-ın qüvvətləri şəklində göstərəcək. Yaxşı. Bunun içində 16-nın ən böyük qüvvəti neçə var? Birinci onu müəyyən etməliyik. Fikir verin. Biz rahatlıqla görə bildik ki, 16-ın qüvvətləri 2-nin qüvvətləri, düzdür. 2 üstü 16, yəni 2 üstü 16 bildik ki, 65536. Bu 65536-dan kiçikdir. Yəni bu 4 vur 4 kimi yazsaq 16 üstü 4-dən kiçikdir. Deməli bunun içində ən böyük 16-ın qüvvəti 16 üstü 3 var. 16 üstü 3 var. 16 üstü 3 də bizim üçün olacaq 4096. İndi baxın. Neçə dənə olduğunu müəyyən etməliyik. Neçə dənə olduğunu müəyyən etməliyik ki, neçə dənə bunun içində 4096 var. 16 dənəsi eləyirsə 65536. 65536-dan 4096 çıxaram. Eləyir neçə? Deməli, eləyəcək 61440, düzdür. Deməli, elə bunun içində 15 dənə, yəni F qədər var imiş də 16 üstü 3. F qədər 16 üstü 3 var imiş. Lütfen, bunun içindən indi 64206-dan 61440-ı çıxardanda yerdə nə qalır? 2700, deməli 66, düzdür? Əla. 2766-ın içində yenə bunun içində 16 üstü 2 var, yəni 256 var. Plus yazıram. 16 üstü 2. İndi müəyyən eləməliyik nə? Neçə dənə 16 üstü 2 var? 15 dənəsi çox olacaq, 3000 nə qədər olacaq? 14 dənəsi də yenə, deməli nəsə 13 dənəsi 13 dənə olur. Çünki 13 dənəsi neçə verəcək bizə? Deməli çıxdı. Deməli 3000 yox, 13 dənəsi də 3000 eləyir. Bizə 2000 nə qədər lazımdır, düzdür? 2000 keçi 10 dənə olacaq da. 10 dənə olacaq. 10 dənə deməli, 10 dənə. Yəni A qədər. A qədər. Nə var bunun içində? 16-ın kvadratı, yəni 256. 256-da 10 dənə olacaq. 2560, düzdür? 2560, əla. Bundan deməli 2766-dan 2560 çıxanda yerdə qalır 206. Qaldı əlimdə 206. Eyni qayda ilə bunu yazıram. Bunu səssiz ataq. Aha. 206-ın içində 16-ın ən böyük qüvvəti neçə var? 16 üstü 1 var. Yenə bunu da eyni qayda ilə bu 206-ın içində 16 üstü 1, yəni 16 maksimum neçə dənədir? Deməli 12-dən. S qədər yəni. Çünki S qədər 12-dən 16 eləyəcək 192, düzdür? 192. Deməli 206-dan da 192 çıxardacağım, qalacaq 14. Qalacaq nə? Yəni 14 dənə. Y dənə 16 üstü 0. Fikir verin. Bu formada keçmək bizə niyə rahat oldu? Çünki biz 64206-dan biz 16-ya bölə geçsəydik, imtahan qutarardı. Amma bu formada indi öyrəşəndən sonra çox belə deyim 40 saniyədən aşağı müddətdə bu formada 16-lıq say sisteminə keçmək olar. İndi baxın, belə yazandan sonra sürətli şəkildə 16 üstü 3 qüvvətindən var F dəri. 16 üstü 2-dən var A qədər. 16 üstü 1-dən var S qədər. 16 üstü 0-dən var Y qədər. Oldu 16-lıq say sistemində ifadəsi bu ədədin. İndi deyir, buna eyni yazılışa malik F, A, S, Y hərflərdir. Şifrələyib alıb bunu, düzdür? Y-dən H-a gəlmək üçün nə qədər getməlidir? 1, 2, 3. Cavabımız oldu 11-ci sual üçün A variantı.
Baxaq indi növbəti sualımıza. Deyir, nə deyir bu təşəkkür. Könül, Lalə, Mələk, Nail, Polad və Vaqif idman malları mağazasında 6 top, 2 çanta, 2 papaq, 2 köynəyi və bir bilyard stolu aldılar. Bilyard stolu. Aha. Məlumdur ki, onların hərəsi ya 2 ya da 3 mal alıb. Gəlin belə bir şey deyək. Bunu götürək, gedək. Word-də yerimiz biraz çox olacaq, orada həll edək. Word açaq. Aha. Yəni könül 1, 2, 3, 4, 5, 6 nəfərdirlər. Mən də belə bir şey yazacağam. Bura yazıram könül, 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 Lalə, Mələk, yazaq elə qısaldaq, Nail, qısadır, Pol, Vaqif. Allah, belə bir şey yazdım. Bunu biraz genişləndirdim. Bunu da çəkdim yuxarı. Yəni indi qeydlərimizi apararaq həll edəyik. Deyir ki, könül, Lalə, Mələk deməli nə ediblər? Mağazası 6 top, 2 çanta. Gəlin belə eləyək. Deməli bir dənə buradan xətt çəkək. Deməli bunları alıblar. 6 top, 2 çanta, 2 papaq, 2 idman köynəyi və bir bilyard stolu. Onların hərəsi 2 və ya 3 mal alıb. 2 və ya 3, maksimum 3 mal ala bilirlər. Əla. Könül və Lalə heç biri, hər biri daha doğrusu yalnız 2 dənə top alıb. Könül və Lalə top. Top 2 dənə. Top 2 dənə. Yalnız top alıblar. Başqa heç almayıblar. Bağladım. Yəni bura daha heç nə qoya bilmirəm. Mələk bilyard stolu və papaq almayıb, lakin 2 növ mal alıb. Mələk buradan bir dənə qeyd edək. Nə almayıb? Bilyard stolu, bilyard və papaq almayıb, düzdür? Papaq dedim, papaq deməli. Papaq almayıb. X qoydum qabağına. Bilyard stolu ilə papaq almayıb. Əla. Lakin 2 növ mal alıb. Nailin aldıqları arasında bir top da var. Bir dənə top Nail alıb. Top Nail. Sonra buradan başqa bir şey bizə çıxmayacaq, düzdür? Buradan da başqa bir şey bizə çıxmayacaq. Bu qaraladım. Vaqif papaq, top və bilyard stolu almayıb. Aha. Deməli Vaqif də bilyard stolu almayıb. Vaqif də deməli papaq almayıb. Papaq. X top. Top X. X bilyard stolu. Bilyard. Deməli papaq, top, bilyard stolu almayıblarsa. Neçə dənə papağımız var idi? 2 dənə. Aha. Pol qaldı Naildən Poladın üstünə papaqlarımız. Amma 2 növ mal alıb. Bu da 2 növ mal alıb. Polad yalnız bir çanta və bir papaq alıb. Yalnız bir çanta. Çanta. Bir dənə. Papaq da bir dənə, düzdür? Papaq. Bir dənə. Bu yalnız bunları alıb. Əla. 2 dənə papağımız var idi. Birin aldı Polad, qaldı bir dənə. Bir dənəsini qaldı. Mələk almayacaq, Vaqif almayacaq. Vaqif yazmışam. Vaqif almayacaqsa, onda məcbur olub papağı da Nail alacaq da, düzdür? Yazıram bura papaq Nail. Papağımız qutardı. Papağımız qutardı. Yəni qutaran mallarımızın üstünə xətt çəkək. Papaq getdi öz işinə. Deməli bir də əlimizdə bilyard stolu qaldı. Bu almayıb, bu almayıbsa, deməli bilyard stolunda kim alacaq? Nail. Bilyard. Deməli Nail maksimum 3 dənə mal ala bilirdi, 3-ünü də aldı. Daha heç nə almayıb bizim kimimiz Nailimiz. Deməli nə qaldı? İndi baxın. Deyir Mələk və Vaqif 2 növ mal alıblar. 2 növ mal alıblar. Və aldıqları mallardakı nədir? Baxaq görək. Mələk nəyimiz qutardı? Deməli çantamız qutardı. 6 dənə top var idi. Top, 4, 5 dənə top istifadə olundu. Əlimizdə qalıb bir dənə top. Sonra 2 dənə çantamız var idi. Çantanın birini bu aldı. Qalıb bir dənə çanta. Bir dənə çanta.
Sonra 2 idman köynəyi var idi. İdman köynəyi alan var. Hələ ki idman köynəyindən heç biz danışmamışıq. Belə başa düşdüm. İdman köynəyindən danışmamışıq. 2 dənə idman köynəyimiz qalıb. İdman köynəyi. Bilyard stolu getdi. Hə, əlimdə qalan bunlardır. Bunlar ikisi də 2 növ mal alıbsa, papaq, heç papaqımız yoxdur. Deməli, top almayıbsa Vaqif məcburdur ki, çanta ilə bir dənə çanta, bir dənə idman köynəyi mütləq götürəcək. Çanta, bir dənə. Bəlkə davamını da götürdü, indi bilmir. Hələ bir dənə də idman köynəyi götürəcək, idman. Əla. İndi fikir verin. Çantamız bitdi. Məcburdur ki, Mələk də bir dənə, ən azı 2 dənə bir şey alsın da. Yerdə qalıb bir dənə top o götürəcək. Yerdə qalıb top o götürəcək. İdman köynəyində birini bu götürdü, birini də bu götürsün. İdman. Aha. İndi bizdən nə soruşur? Deyir, Nail, Polad, Vaqif cəmi neçə mal alıblar? Cəmi neçə mal alıblar? Vaqif, Nail, Polad, Vaqif. Nail, Polad, Vaqif. 1, 2, 3, 4, 5, 6, 7 dənə mal alıblar. Demək 12-ci sualın cavabımız olacaq B variantı. Davam eləyək. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edək. Gəlin edək. Nə istəyir? İ'miz dəyişir -30, 19 parçasında. Number i plus 24 vurulsun i minus 14 sıfırdan kiçik olanda a'nı bir vahid artır. Əla. Bu parçada bu ədədləri yerinə qoyanda nə vaxt mənfi alınacaq. Gəlin bunu biz intervallar üstündən həll edək. İntervallarımızı qeyd edək. Minimum bizdə -30-dur. Maksimumumuzdakı neçədir? 19 düzdür. 20-ni alır. Əla. İndi sıfıra çevirən qiymətlərimizi də müəyyən edək. İntervallar üstünə həll edə bilmək üçün -24-dür burada. Burada da 14. Bunlar bizim üçün sıfıra çevirən qiymətlərdir. Bunlar bizim çoxluğumuza daxil deyil. Niyə daxil deyil? Çünki sıfır alında A-nı artırmayacaq. Əla. Oxlarımızı çəkək. Çəkdik. İndi baxın. Biz gəlin bunlarda gəlin birinci işimiz olaraq -30-la müəyyən edək 19 görə daxil olacaqlarmı? -30-u burada yerinə qoyanda bu hissə olacaq -6, düzdür, mənfi. Burada da yerinə qoyanda mənfiyə vuracam müsbət, yəni mən müsbət lazım deyil, -30-da daxil olmaq mənim parçama. 19 ilə 24 cəmləyəcəm, olacaq müsbət. 19-u 14-ə çıxacam, olacaq müsbət, yenə müsbət. 19 da deməli mənim çoxluğuma daxil olmayacaq. İndi bu aralığı müəyyən edək. Məsələn, burada rahatdır, 0 qoyaq, o saat 0 qoysam yerinə 0, 0. Müsbət vur, mənfi elədi, mənfi. Deməli, bu aralıq mən, belə deyim, çoxluğuma daxildir. Sonra 14 ilə 19 arasında bir şey qoyaq. 15 qoyaq. Məsələn, 15 qoysam bu müsbətdir, 15 qoysam bu müsbətdir. Əla. Biz gərək bunu müsbət eləməzdik. Bu mənim çoxluğuma daxildir. Yəni mənfidir. Belə qeyd edək, sonra özümüzü çaşdıracaq. Deməli, mən plusu qoymuşdum ki, yəni mənə lazım olan hissədir. Deməli, burada 15-i qoyanda müsbət elədi, 15-i qoyanda müsbəti müsbətə vurdum, elədi müsbət. O hissə lazım deyil. -30 ilə -24 arasında bir şey qoyun. Bura məsələn qoyaq mənfi ilə 25. -25 qoysam eləyəcək mənfi. -25 qoysam eləyəcək mənfi. Mənfiyə vuranda olacaq müsbət. Bu tərəflərdən mənə lazım deyil. Çünki istənilən halda onsuz sonsuzluğa gedəcək. Yox, daha doğrusu bu tərəflər məndə yoxdur. Çünki i-nin ala biləcəyi qiymətlər bu aralıqdadır. Bu aralıqda deməli şərti ödədim üçün -24, 14 intervalı aralığı. Yəni belə deyək, -23, 13 parçası da deyə bilərik, bu formada deyə bilərik. İndi burada neçə dənə ədəd olduğunu tapsam, mən neçə dənə A-nın üstünə neçə dəfə 1 gəldiyini müəyyən edib, A-nın çıxışa verilmiş qiymətini müəyyən edə bilərəm. Deməli, burada tapmaq üçün də heç nə. Deməli, 13-dən -23 çıxacaq, eləyəcək neçə? 36, onun da üstünə bir dənə 1 gələcək, yəni 37. Deməli, yəni bu parçadakı ədədlərin sayını tapıram da. İndi bizdən 13-cü sualda da çıxışa veriləcək nəticə soruşur. 37 ədədin üstünə A-nın 1 gəlib, yəni 37 gəlib ümumilikdə oldu cavabımız 13-cü sual üçün B variantı.
Davam eləyək. Alqoritm icrası nəticəsində n dəyişəninin 243 qiyməti hesab olunmuşdur. 243. Buna əsasən A dəyişəni daxil edilə biləcək ən böyük natural qiymətini müəyyən edin. Baxaq. 243 çıxıbsa, n 1-dir. A-nı girişə verir düzdür, əla. N 1-dir, n-i hər dəfə 3-ə vurur. Başqa bir şey eləyir, n-ə yox. Deməli, sonda 243 olubsa, deməli 5 dəfə 3-ə vurub. Deməli, dövr daxili proses 5 dəfə işləyib. Əla. Deməli, onda S-i də 5 dəfə 2-yə vuracaq. Yəni, S-i vurub 2 üstü 5-ə. Və A-dan da 5 dəfə 3 çıxıb. A-dan da 15 çıxıb. Nə olub? Dövrün şərti ödəyib. Dövrün şərti ödəyib. Yoxunda gedirdi, ödəyəndə dayanacaq. Dövrün şərti ödəyib, yəni A, yəni A-mız, son A-mız neçədir? A-15. A-15 kiçik olub S-dən, yəni S vurulsun 2 üstü 5-dən. Biz də S-in qiymətini bildik 1, elə direkt 1-dir, getdi, silindi. Belə yazım, silindi. Nə olacaq? A deməli kiçik olacaq nədən? 2 üstü 5 oldu 32 plus 15 oldu biz üçün nə? 47. A kiçikdir 47, A kiçikdir 47. A-nın ən böyük qiymətini soruşurdu. Olacaq biz üçün 46. Yəni 14-cü sualda cavabımız oldu C variantı. Baxaq 15-ci sualımıza. Verilənlər bazası cədvəlinin fraqmentinə əsasən kərimli VA-nın bacısını müəyyən edin. Kərimli VA. Kərimli VA. Budur. Kərimli VA 140 aidlidir. 140 aidlidir. Mən bunun bacısını müəyyən etmək üçün bunun valideynini müəyyən edeyim. Valideynin övladı olacaq bunun, qız övladı olacaq bunun bacısı. 1040-ın daha doğrusu 1040-ın valideyni 11 31-dir. Bir də 1072-dir. 1072 ilə 11 31. 11 31-in övladları budur, bir də budur. Yəni 1202 ilə 1217, 1202 ilə 1217. Demək Həsənzadə MA oldu bunun bacısı. Həsənzadə, çünki bu kişidir, qardaşıdır. Həsənzadə olacaq MA. Həsənzadə MA. Oldu deməli neçənci sual idi bu? 15-ci sual üçün cavabımız A variantı. Baxaq indi növbəti sualımıza. Deyir Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Dən eləyək. Bu bəs belə eləyək. Aha. Gəlin baxaq. X faiz mənfi faizdir yoxsa slashdır? Mən uzaqlaşdırım. Faizdir, faiz. X faiz mənfi 3. Baxın, bu tip sualları həll eləmək üçün, yəni x mənfi 9-dur, düzü mənfi 9-un 3-ə bölməsindən alınan qalığı müəyyən eləmək üçün belə bir düstur yazılsın. A faiz B, yəni A istənilən bir ədəddir. A-nın B-yə bölünməsindən alınan qalıq A-dan A-nın içində nə qədər B varsa onları çıxartmaq. Yəni A/B qədər B-ni çıxartmaqla alınır. İndi eyni qayda ilə mənfi 9 ilə 3-ü tapmaq istəsən, bu olacaq mənfi 9 minus. Mənfi 9 bölünsün, mənfi 9-un 3-ə bölünməsindən alınan tam hissə. İndi mənfi 9-u mənfi 9-u 3-ə böləndə eləyir, mənfi 3 düzdür. Bunun da mənfi 3-ün də tam hissəsi nədir? Ədəd oxunda ondan solda yerləşən ədəd. Bu da elə bizim üçün mənfi 3-ün özüdür, düzdür. Olacaq nə? Olacaq nə? Mənfi 3-ü qoydum yerinə. B-ni də 3-dür, vurdum 3-ə. Vurdum 3-ə. Oldu deməli necə? Bir də xətaya yol vermədik ki biz burada. Yox. Lütfen mənfi 9 plus 9 0. Deməli mənfi 3-ün 3-ə bölünməsindən alınan qalıq oldu bizim üçün 0. Sonra nə işləyir? 2-yə bölünməsindən alınan qalıq 1-dirmi? Yenə eyni qayda ilə gəlin indi bu səfər şifahi formada hesablayaq. Deməli necə hesablayacaq? Mənfi 9-u 2-yə böləndə olacaq tam hissə mənfi 4 tam neçə? O da mənfi 5 eləyəcək. Mənfi 5-i mən vuracam 2-yə. Çıxacam mənfi 9-dan düzdür. Olacaq mənfi 10. Mənfi 10-dan da 9 belə deyim. Burada bir dənə də mənfi var. Olacaq 10 minus 9 yəni 1.
yəni 1. Bu niyə dondu? Hə, oldu 1. Deməli, bu üçün əndin hər iki tərəfi bizi üçün şərti ödədi. Gəlir giririk ifədir absolut səhv, hə, absolut x. Yəni 9 böyük bərabərdirmi? Hə. Həmçinin kiçik bərabərdirmi olmaq? Hə. Girdi ifə x plus 1-i, yəni ki 9 plus 1-i -8-i çıxışa verdi bu formada. Buradan bir dənə belə edeyim, rahat görə bilək. Hə, okey, düzdür. Problem yoxdur. -8-i çıxışa verdi. 16-cı sual üçün bizdə olacaq cavab A variantı. Deməli, keçək növbəti sualımıza. Proqramın Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. Bir dənə funksiyanı ayıraq. Görək nə etmək istəyirlər. Funksiyanın nə iş gördüyünə baxaq. Deməli, daxil olmuş A-nın son rəqəmini götürür, son rəqəmini silir, digər rəqəmlərini cəmləyir. Yəni, son rəqəmi ilə yerdə qalan rəqəmlərini cəmləyir. Yox, daha doğrusu yerdə qalan rəqəmləri yox. Tutaq ki, burada görürük, hamısı 3 rəqəmli ədəddir. 3 rəqəmli ədədini belə bir şey görür. S plus, yəni A faizinin S-ni verəcək, son rəqəmi. Plus, bunun 100-ə bölünməsinin alan tamısı A-dır. İlk və son rəqəmini cəmləyir. İlk və son rəqəmi cəmi 5-dən böyüksə və ilk və son rəqəmin cəmi təkdirsə, tək. Onda ədədi qaytarır, əks halda 0 qaytarır. İlk və son rəqəmin cəmi tək olanlar və 5-dən böyük olanlar. Məsələn, 136 üçün. Neynir? İlk və son rəqəmin cəmi 7-dir, 5-dən böyükdür, təkdir. 136 üçün 136-nın özü qayıdacaq deyə onu əppend eləyəcək, olacaq 136. 712 üçün 7 plus 2 olacaq 9, bu da 712. 279 üçün eləyəcək nəsə 11, bunu da 279 da normal əlavə eləyəcək listimizə. 321 üçün 3-dən 1-in cəmi 4-dür, yəni tək deyil, həm də 5-dən kiçikdir, o acə heç eləməyəcək. 4-dən 9-un cəmi eləyir 13, yenə 4, 5, 459-u da əlavə elədi. 6 ilə 8-in cəmi cütdür, heç eləmədi. Deməli, cavabımız nə olacaq? Bir dənə diqqətli olaq, burada bir dənə bir şey fikir vermədik. Bunun üçün də ədəd əlavə eləmirmiş. Ədəd minus. Bundan ədədin ilk və son rəqəmin cəmi. Ədədin ilk və son rəqəmin cəmini çıxışa verib şey eləyir. Amma da diqqətli olmalı. Yəni 130 deməli, hansılar ödənməmişdir? Bir dənə olsun, buna bu ödənmir, qalan hamısı ödəyir də. 136 üçün 136 çıxılsın, neçə 7, yəni 129. Sonra 712 üçün 712 minus 9, yəni 703-ü. Sonra 279 üçün nə 11, 279 çıxılsın 11, yəni 268-i. 268. Sonra bir də 459 üçün nə edəcək? 9 ilə 4-ün cəmi, yəni 13-ü çıxacaq. 459-a neçə eləyəcək? 446. Bu da 129, 703. Bu da olacaq neçə? Biz üçün Y variantı. Baxın, D variantında orada sıfırlar da var. 0 olanda amma, yəni rəqəmlərin cəmi 0 olanda onu əlavə eləmir. Həm də burada ədəddən nəyi çıxanda 0 olacaq, özünü çıxmıraq. Ona görə 17-ci sualda biz üçün oldu Y variantı. 129 səhifəli sənədin cüt nömrəli səhifəsinin hər birində 128 simvol olmaqla 64 simvolu əlifba ilə kodlaşdırılmış mətn. 129 səhifəlik sənədin cüt nömrəli səhifə. Neçə dənə cüt nömrəli səhifəsi var? 64 dənə. Niyə? Çünki fikir verin, birinci bir özü təkdir, 129 ilə, yəni tək ədədlə də bitib. Mən məsələn 5 ilə bitirəndə desəydi 5 səhifəlik sənədin burada bu parçada 1, 3, 5 olacaqdı tək, 2 ilə sadəcə 4 olacaqdı cüt. Fikir verin, təklə bitəndə təklərin sayı cütlərin sayından bir vahid böyük olur. Deməli, burada 65 dənə tək, 64 dənə cüt var. Deyir, cüt nömrəli səhifələrin hər birində 128 simvol,
Belə yazaq da 206 dənə səhifə, 207 dənə simvol olmaqla 64 simvolu əlifba ilə kodlaşdırılmış mətn. 64 simvolu əlifba ilə kodlaşdırıbsa, bu mənim üçün 6 bitdir. Tək nömrəli səhifələrin hər birində neçə dənə tək nömrəli oldu? Deməli 65 dənə. 65 dənə. Hər birində 256 vurulsun 210, 208 vurulsun 210 bit olan qrafik təsvir vardır. Sənədə informasiya həcmini müəyyən edin. Gəlin baxaq. 213, 3 vurulsun 214, 3 vurulsun 214 bit yazdım bu tərəfdəkin. Elə bir 6-nı 3 vur 2 kimi yazdım. Bu 213, o da 2, 214. Bu hissəni nə yazaq? 65 qaldı yerində. 218 bit. Əla, baxaq indi görək cavablarda bizdə hansı formada var. Bitlə olanları baxıram, bizə uyğun olacaq olan görsənmir. Çevrə yolunda gəlin kilobayta. Bitdən kilobayta keçmək üçün bayt yoxdur, kilobayta keçin. 213-ə bölməliyəm hər tərəfi. Buranı 213-ə böləndə qalır nə? 3 vurulsun 2, 2 üstü 1, yəni 2, yəni 6 kilobayt. Buranı 213-ə böləndə qalır nə? 2 üstü 5, 65 vurulsun 2 üstü 5, düzdür? Nə? Kilobayt. 6 plus 65 vurulsun 2 üstü 5 kilobayt. Deməli, gəlin hesablayaq. Deməli, 65 vurulsun 32-də, düzdür? Deməli, neçə eləyəcək? Deməli, 2080 bu hissədir bizi. 2080. 6 da gəldi, oldu 2086 kilobayt. O da var mı? Cavabda var. D variantı. Deməli, 18-ci sualımız üçün də oldu. Cavabımız D variantı. Keçirəm 19-cu suala. Baxaq. Deyir, 50-nin 6 flash yaddaşı var. Birinci flash yaddaşda 9000 kilobayt informasiya var. Gəlin belə qeyd edək özümüz. Necə qeyd edək? Burada. 9000 kilobayt. 9000 GB. İkinci flash yaddaşdan informasiya 2 flash yaddaşdan 160 megabaytlıq fayl sildikdən sonra orada 20 megabayt informasiya qaldı. 20 megabayt. Son qalan 20 megabayt oldu. Qeyd edirəm. Üçüncü flash yaddaşda 2-də olan informasiyanın ilkin həcmi qədər informasiya miqdarı var. Əla. İkincidə 160 megabayt siləndən sonra 20 qalıbsa, deməli əvvəl neçə imiş? 180 imiş. Deməli üçüncüdə ikincinin ilkin forması, yəni 180 megabayt var imiş. İçində bu qədər informasiya var. Neçə dənə flash kartı var? 6 dənə. Neysə alıyor flash kartı. Deməli, dördüncü flash yaddaşda deməli 204-də 1 GB, onu da tez megabayta çevirək. 210-a vuracaq, qalacaq 206, yəni 64 megabayt. Flash yaddaş, 5-ci flash yaddaşda 64 megabaytın 4də 1 hissəsi qədər informasiya malikdir. Yəni 64 daha doğrusu 64 bölünsün 4, düzdür? O da olacaq 16. 16 nə megabayt? 16 megabayt. Sonra qaldı 6-cı flash yadda 7 megabaytlıq qrafik və 2000 megabaytlıq mətn faylı var. 6-cı flash yadda 7 megabayt plus 2000 GB var. İndi baxın. Rahatlıqla görə bilirəm ki, hamısından böyüyü 3-dür. Çıxdım. Qaldı bunlar. Deməli. Ən kiçiyi müəyyən eləmək istəsək, fikir verin. Ən kiçiyi bizim üçün olacaq 9000 kilobayt. Niyə? Çünki 9000 indi təxminən 1024-ə böləndə 8 tam neçə edir? 8 tam neçə düzdür? Yəni 8 tamında tutaq ki 2 kilobayt. Hamısı bundan kiçikdir. Deməli ən kiçiyi də olacaq 1. Avtomatik onsuz rahatlıqla cavabımız çıxdı. Ən böyük, ən kiçiyi tapdıq. Bizdən də azalma sırasına görə düzməyimizi istəyirdi. Oldu cavabımız Y variantı. İndi isə baxaq 20-ci sualımıza. Nədir?
Deyir verilənlər bazası cədvəl fraqmentinə əsasən sahələrin tiplərini müəyyən edin. Bunları görmürük. Bunları görmürük. Görək. Bir nəsə bəlkə təxmin edə bilər. Müştərinin adı. Müştərinin adı deyirsə, bu yəqin ki text tipində olacaq. Text tipində olacaq. Sonra balansı deyirsə currency olar. Currency olar böyük ehtimal. Ədəd də ola bilər əslində. Prosta burada dollar işarəsini görür. Rahatlıqla deyə bilərəm ki, bu currency tipidir. Fikir verin, müştərinin adı memo da ola bilərdi. Memo da ola bilərdi. O da böyük miqdarda mətinləri saxlamaq üçün. Amma sonuncu hissədə burada tarix görürəm, date time görürəm. Date time nonce bir dənə D variantında deyə rahatlıqla D variantını seçə bilərəm. Deyir, A, B, C, D və Y məntəqələri arasındakı yolların uzunluqları kilometrlər çəki matrisində verilmişdir. A və Y məntəqələrinin hər biri A ilə Y-nin hər birinin birbaşa digər məntəqələrlə bağlanan yolların təmir edilməsi nəzərdə tutulur. Cəmi neçə kilometr yol təmir ediləcək? A-nı B ilə bağlayan 5-dir. A-nı D ilə bağlayan 2-dir. A-nı da Y ilə bağlayan birbaşa 3-dür. A-nın 10 kilometr burada təmir edəcək. İndi baxın, Y-ni A ilə bağlayan, onsuz burada hesablamışdım da, A ilə Y-ni bağlayan eyni tildir də, bu adi qrafda görürük ki. Eyni til deyə burada bu təzədən hesablamıram. Bir dənə buradan Y-dən C-yə əlavə yol var. Bu üçün 5-dir. Deməli ümumilikdə 10 plus 5, yəni 15 kilometr yol təmir eləməlidir. Bu da olacaq bizim üçün 21-ci sualda cavabımız B variantı. Baxaq 22-ci sualımıza. HTML sənədi verilib. Bu sənəd brauzerlə açılarsa veb səhifədə nəşr olunacaq. Baxaq. Deməli nədir? İzahlı siyahıdan istifadə olunub. Əla. Baxaq. DT-də deməli tarixdə ilk canlı efir sözündən sonra elə bil tarixdə ilk canlı efirdən bir boşluq sonra baxın DT-də yazılır. Tutaq ki DT-nin içində 1 yazıb DT-nin içində 2 yazsa 1 bir boşluq 2. Yəni bunun izahıdır. DD deyə bilərik ki DT-nin izahıdır. Bu başlıqda bu da bunun izahı. A ilə B-ni avtomatik çıxıram. Tarixdə ilk canlı efir, tarixdə ilk canlı efir. Aha, 1936-cı il. Deməli, burada bir problem görmədim. Burada da hələ ki eynidir buna. Yoxsa yox, eyni deyil. İndi baxacaq. Şimdi burada yerini səhv verib. D variantını çıxdım. Burada da heç izahlı bir şey görmürəm. Onsuz qaldı avtomatik olaraq 22-ci sualda cavabımız oldu C variantı. Rahat sual idi. Keçdik növbəti sualımıza. Deyir, Python dilində yazılmış proqram icra olunarkən klaviaturadan 3268 ədəd daxil edilərsə proqramın nəticəsini müəyyən eləyək. Gəlin eləyək, stringə çevirir, D-yə mənimsədir. Əla. I 1-dən başlayır, kiçikdir uzunluğuna kimi gedir, 2, 4. 4-ə kimi gedir. Hər dəfə K-nı slashla 10-a böldü. 2 dəfə slashla 10-a böldü, qaldı 326 daha doğrusu. Sonra S-in üzərinə K faiz 10'u gəldi. Yəni K faiz 10 neçədir? 6. S-in üzərinə 6'nı gəldi. I oldu neçə? 2. Fırlandı gəldi, bu səfər 6'nı sildi, qaldı 32, düzdür. Bunun üstünə 2'ni gəldi. 2'ni gəldi. I bir vahid artdı oldu 3. Fırlandı gəldi, 2'ni sildi, bunun üstünə 3'ü gəldi. I bir vahid artdı oldu 4. Və 4 kiçikdir 4'dən, xeyr, dövr dayandı. Dövrdən çıxanda nə oldu? İndi int D nə idi? İlkin forması. Bunun ilkin forması. Bunun ilkin forması cüt idi. Hə, if-ə girəcək, else-yə girməyəcək. S-1 çıxışa verir. S-in qiymətinə baxaq. Deməli 6 plus 2 plus 3. 9, 11. 11 minus 1, 10. 23'də cavabımız oldu bizim üçün 10. Keçdim 24-cü suala. 4096 rəng çalarına malik qrafik təsvir 3072 burasının 2560 pikseldən ibarətdir. Bu təsvirdə müəyyən rabitə kanalı ilə 15 saniyə ötürülür. 5 belə təsvir 2 dəfə aşağı sürətlə rabitə kanalı ilə neçə saniyə ötürülür? Deməli, sürətini tapım birinci. S-im var, S 4096 rəng çalarına malik qrafik təsvir. 4096 rəng çalarıdırsa, deməli, 4096 rəng çalarıdırsa. Yəni, baxaq bizdən tam olaraq nə istədi? Əla, gəlin baxaq. Bu bizi üçün deməli 12 bitdir də, düzdür, 12 bit. 212-dir, 4096. Deməli, hər piksel 12 bitləndir.
3072 3 vurulsun 1000 yəni 3 vurulsun 210 kimi yazın bunu. İçini qaraladıq. Götürdüm 210. Sonra vurulsun 2560. 2560. Bunu necə yazaq? Bəs bizə rahat olsun deyə. Necə yazaq? Gəlin belə yazaq. Bu 5 vurulsun, 5 vurulsun. Belə yazaq. 5 vurulsun 209 kimi yaza bilərik də. 5 vurulsun 512 eləyəcək biz üçün 2560. 12 bitdə öz yerində, yəni ki 1 piksel 12 bit 8 nə yazıq? 1 pikselin həcmi bit. Əla. İndi bunlardan birazdan yenə istifadə edəcəyik. Yəni burada yazaq bunu necə yazdığımız. 3 vurulsun 210, vurulsun 5 vurulsun 209. Qaldı orada. Deməli bu oldu təsvirin həcmi. Bu təsvir 15 saniyəyə ötürülür. 15. Getdi. Deməli sürətimiz nəymiş? Saniyəyə də yazım. Saniyə. 12 vurulsun 219, 12 vurulsun 219 bit böl saniyəymiş bizim sürətimiz. İndi 5 belə təsvir 2 dəfə daha aşağı sürətlə. Bu 2 dəfə daha aşağı sürət, yəni bu V1'imiz idi, V1. V1. V2'miz olacaq, bunu 2'yə böləndə nə olur? 6 vurulsun 219 bit böl saniyə. Deyir 2 dəfə daha aşağı sürətlə neçə saniyə ötürürlər? 5 belə təsvir. 5 vurulsun, bir təsvirin həcmi nə qədər idi? 3 vurulsun 210 vur 5 vurulsun 209 bir də 12 bit. 12 bit. 5 belə təsvirin həcmini bildiyim V2'yə bölüləm S2'dir bu. Yəni 5 dənəsi. S1 vurulsun 5 oldu S2 düzdür. Bunu da V'yə bölüləm, yəni 6 vurulsun 219'a bölüləm. 219'lar getdi, düzdür. 6 ilə bu 12 getdi, qaldı burada 2. 5 vur 5, 25 vurulsun 2, 3 də qaldı burada. 5 vur 5, 25 vurulsun 2 olacaq 50. 50'yi də 3'ə vuranda 150. Burada bir dənə əslində 150 saniyə. Burada qeyd eləmədik, burada bit bölünsün saniyə var idi. Bitlər qısa gedir, saniyə yuxarı qalxır, olur 150. 24-cü sualda cavabımız oldu 150 saniyə. Gəlin də davam edək. Deyir, cədvəldə sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Cədvəldə verilənlərə əsasən riyaziyyat fizika sorğusunun nəticəsində tapılan səhifələrin sayını müəyyən edin. Baxaq. Gəlin belə eləyək. Bunu burada çəkək bir an. Niyə sürətdəndir? Bura olsun bizim için riyaziyyat, bura olsun informatika, bura da olsun bizim için fizika. Riyaziyyat and fizika. Çox sürətli oldu. Bura ilə buradır. Yəni bura x deyək, bura y deyək. Bu x plus y-i bizdən soruşur. Nə bildik biz? Riyaziyyat and fizika bildik. Bunların x-in birləşməsi bildik. Bura 250 minus x olacaq. Sonra nə bildik? Deməli, baxın, biz fizikanı bildik ki, fizikanı. Yəni belə bir şeydir. İnformatika or fizikanı bildik 690. İnformatika or fizika. Bu hissə beləncəni 690. Biz opisindən, yəni hamısının orundan 690 çıxsaq, 1050-dən, yəni 1050-dən 690 çıxsaq, nə qalacaq yerdə? 360, yəni olacaq riyaziyyat. Sırf riyaziyyat 360-dır. Sırf riyaziyyat 360-dır. Deməli, informatika özü 400-dür. 250 buradırsa, 250. Deməli, 150 də bu hissədir. Bu hissə bütöv 150-dir. Belə qeyd edeyim, bu hissə bütöv 150-dir. Qaldı indi fizika. Fizikaya da baxaq. Necə baxaq? Birinci bir dənə görək, y-i buradan necə müəyyən edərik? Deməli, baxın. Riyaziyyatı verib də 700. Bunların opki cəmi 700 olması üçün x-lar gedəcək 360 üstünə 250 eləyəcək 610. Bura gələk 90 olar ki, opkisi 700 versin. Bura oldu 90. X-i tapdıq 90. İndi fizika.
Fizika 290'dır. 290'ın 290'ın. Onun əlavə bir dənə burada bir şey eləyək, fikir verin. İnformatika or fizika, yəni bunların birləşməsi x-i bir yerdə 690-dırsa, bunun içində informatikanı çıxartsam, 290 qalacaq. 290'ın da 90'ı buradırsa, bunlar x-i bir yerdə olacaq 200. İndi fikir verin nəyə? Fizika opişi neçədir? Fizika ilə 290. Bura 200'dür, bura 90'dır. Onda avtomatik deməli bura 0 imiş da. Biz x-i müəyyən elədik ki 0'dır. Çünki fizika ümumi 290'dır. Mən buranı 200 tapdım, bura 90'dırsa, bura onda 0 qalır da. X da 0'dırsa bizdən nəyi soruşurdu? Bir dənə baxın. Riyaziyyat and fizika. Hə, x plus y. Heçən 90 plus 0 oldu biz içindən 90. Deməli, neçənci sualı idi bu? 25-ci sualı cavabımız oldu biz üçün 90. Algoritm icrasından sonra nəticə 7 olarsa x dəyişən ilkin qiyməti müəyyən edin. Nəticə olub 7, yəni bu x olub 7. Bu y-dən bu y eyni y-dir. Gətirim qoyum yerinə x plus y minus x. Deməli, x-dar 7, qaldı y, bərabərdir 7. Mən hansı y-i tapmış oldum? Bu y-i tapmış oldum. Bunu gətirib burada yerinə qoyanda buradakı y-i tapdım ki 7'dir. Yəni bu 7'dir. Deməli, buradakı x neçə imiş? 14 imiş. Bu x da bu x-dir. 14'ü də yazdım burada yerinə. 14 minus 10 x-im olacaq. İlkin x-im olacaq 4. 26-cı sualda cavabım oldu 4. Keçək 27-ci suala. Uyğunluğu müəyyən edin. İkilik say sistemin ən böyük 3 rəqəmli ədədi. Bu 2 üstü 3, yəni 1, 0, 0'dır. Yəni 2 üstü 3 minus 1. 2 üstü 3 ən böyük 3 rəqəmdir. 1, 1, 1'dir. Saçdım. 1, 1, 1. Onluq say sistemini seviləndə 2 üstü 3 minus 1 deyə bilərik. Yəni 7. Yəni 7. Bu da çevirsək görəcək ki, eyni şeyi alır. Fikir verin. 4 plus 2 plus 1. Yəni 7. Əla. Sonra 8'lik say sistemin ən böyük 2 rəqəmli ədədi. Bu da 7, 7'dir. Yəni 8 üstü 2 minus 1, 63. 2'lik say sisteminin ən böyük 4 rəqəmli ədədi. Ən böyük 4 rəqəmli ədədi 2 üstü 4 minus 1, 15. Aha. Qiymətlərini müəyyən elədim. Deyir 16 say sistemin ən böyük rəqəmi. Bu f-dir. Yəni 15. Bu gedədə biz üçün 3-cüyə. Gedəcək A. Sonra 63 tapmışıq, bu getdi 2-ciyə B. Sonra 16'mız var idi, bizim yoxdur, S heç birinə getmədi. 8'lik say sistemin ən böyük rəqəmi oldu 7, 7 getdi deməli, D getdi bura. Deməli 1'ə D, 2'ə B, 3'ə A-dır. Görək Y hara gedəcək. 16'lık say sistemin ən kiçik rəqəmi 0, burada heç birinə getmədi. Heç 1 D, 2 B, 3 A. Keçdim növbəti suala. Növbəti sualımız blok skem sualıdır. Buradakı bayaqçı gördüyümüzdə həll edək. Word açaq təzəsin. Burada həll edək. Nə deyir? Deyir, bunu bir dənə kopyalayaq. Deyir, ifadəsinin qiymətini hesablanan algoritm blok sxemini qurun. Heçsə, mən n-in qiymətini bilməliyəm ki, bunu hesablaya bileyim. Gəldim birinci n-i istədim. Sonra cəmi saxlamaq üçün bir dənə s dəyişəni götürdüm 0-dan. İşarəni müəyyən etmək üçün bir dənə k götürdüm, başlatdım -1-dən. Hər dəfədə belə deyim, 2-2 addımlayacaq bir dənə i götürdüm. Dedim 2-dən başla, hər dəfədə 2-2 addımla. Belə bir şey, keçdim növbəti addıma. 2-2 addımlayaraq neçəyə kimi getməlidir? 2-nə kimi. i kiçikdir, bərabərdir 2n olduğu müddətcə gəlirəm nə qarıram. Hər dəfəsində s-in üzərinə əlavə edirəm. S plus k vurulsun i-ni, yəni i-ni gəlirəm üstünə işarəsini də müəyyən edirəm ki, müsbət işarə ilə gələcəm, yoxsa mənfi işarə ilə. İlk dəfə elə bil 2 çıxdım. Növbəti addımda, ay bu rəngi necə işte. Növbəti addımda k-ya mənimsədirəm mənfi k-nı və yaxud mənfi 1-ə vururam ki, növbəti addımda ki, k müsbətdirsə mənfi, mənfidirsə müsbət olsun. i-ni də gəlirəm 2 vahid artırıram, çünki dövr 2-2 addımdır. Keçirəm, bu belə davam edir. Nə vaxt ki yoxa getdi, biləcəm ki, bütün addımları cəmləyib, yəni bütün hədləri cəmləyib. S-i çıxışa verəcəm, son qoyacam. Deyəcəm, bitdi. Burada da bir dənə başlanğıc çəkərdik, başladı. Bu formada.
Keçək indi 29-cu sualımıza deyir. Klaviaturun daxil edilmiş sıfırdan fərqli x və y qiymətlərinə əsasən AX, Y nöqtəsinin koordinat sistemində hansı rübdə olduğunu müəyyən edən proqramı Python dilində yaz. Gəlin yazaq. Python'ımızı açaq. Deyir, klaviaturun daxil edilmiş x, y qiymətlərinə əsasən. Yəni, baxım, daxil edilmiş sıfırdan fərqli qiymətlər. Float input. Bu da y-də bərabərdir float input. Hansı rübdə olduğunu müəyyən edilmək istəyirəm. If hər ikisi böyüksə sıfırdan. A and B x and y olmalıydı. A and B deməli, x, y hər ikisi sıfırdan böyüksə print birinci rüb. Elif deməli y müsbətdirsə and y müsbətdirsə x mənfidirsə. Bu ikinci rübdür, print 2. Elif deməli üçüncü rübdə hər ikisi mənfi. X da kiçikdir sıfırdan and y də kiçikdirsə sıfırdan və olacaq mətin print üçüncü rüb. Else-sində deyə bilərəm ki, dördüncü rübdür da, düzdürmü? Else. Çünki deyib ki, o sıfırdan fərqlidir, xəttin üzərində olmadığını bildirəm. Yəni, koordinat oxlarının üzərində olmadığını. Mən rahatlıqla hansı mütləqdir ki, bir rübdə yerləşirlər. Bu formada qeyd edə bilərəm. Keçək indi baxaq 30-cu suala. Klaviaturdan daxil edilmiş hərf və rəqəm simvollarına ibarət sətirdə hərf simvollarını öz indeksi ilə əvəz edərək çap edən. Hərf simvollarını öz indeksi ilə əvəz edib çap edirəm. Gəldim. Sətirdir, input. Əvəzləyəcəm deyə mən gəlib bunu listə çevirirəm. Hər bir simvol baxa bilim deyə. For in range, sıfırdan len s kimi indeksinə müraciət edəcəm. Hərf olub olmadığını müəyyən eləməliyəm ilk addımda. S-i böyükdürsə, böyük bərabər olmalıdır nədən? Fikir verin. Sualın şərtində klaviaturun daxil edilmiş hərf və rəqəm simvollarına ibarətdir. Mən rahatlıqla bilirəm ki, burada əlavə bir simvol yoxdur. Hərfdir, rəqəmdir. Əla, bilirəm ki, ASCII-də. Rəqəmlər düzülüb. Sonra dalayacam böyük hərflərdir. Tutaq ki, böyük hərflərdir. Sonra kiçik hərflərdir. Mən onda bunun 9-dan böyüklüyünü yoxlasam və yaxud böyük A-dan böyük bərabər olduğunu yoxlasam, başqa heç nə yoxlamağıma ehtiyac qalmaz. Böyük A-dan böyük bərabərsə, deməli, hərf simvoldur. Hərf və rəqəmdən başqa heç nə yoxdur çünki. Bizdə də hərf simvoludursa nə etməliyəm? S-yə mənimsətməliyəm. String ini. Niyə string ini? Çünki gələcəm indi burada mən deyəcəm ki, S-ə mənimsədirəm. Join eləyirəm, təzdən birləşdirirəm. String atmasıydım, ədəd atsaydım. Listə bir ədəd varsa mən o join eləyə bilmərəm. Ona görə print S. İndi bunu bu cür yazmayıb başqa cür də yaza bilərdik. Belə and S-i tutaq ki, əlavə simvollarda olsaydı, onda deyərdim kiçik bərabərdir Z-dən. Ya böyük hərfdir, fikir verin, ya böyük hərfdir. Bir dənə də mötərizəyə aldım. Deyirəm, or. S-i böyük bərabərdir kiçik A-dan. And S-i kiçik bərabərdir kiçik Z-dən. Bu ikisindən birinin ödəməyi mən biləcəm ki, bu aralıqdadır. Ya böyük hərflərin arasındadır, ya da kiçik hərflərin. Belə müəyyən eləyə bilərəm ki, bu nədir? Hərfdir. Bu formada hərfləri öz indeksləri ilə əvəz elədim, yeni sətri çapa verdim. Belə, növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.